bahalıq deyil, bu bəladır bizim canımıza düşübdür. Nəbatiyyat 450 tümən idi, indi olub 2 milyon. Bunu indi çətin olub, millət indi fişardadır. Biz indi burada səhər çağı şey alırıq, 2000 tümən, 5000 tümən səhər çağı gəlir, gündə 5000 gəlir üstünə, gündə 5000. Bizim indi fişarda yox indi, alverimizdə yoxdur, elə geçinirik. Qədim bu riştəni, karkası düyüyə vurardı ki, ucuz çıxsın. İndi bu riştə də gəlib az qalır düyüyə yetişdi. Karkası gələrdi bazara, ona köməklik elərdilər. İndi əsnafın da dəramadı yoxdur ki, ona köməklik eləyə. Ətın kilo olubdur 1 milyon 700 tümən. İndi düyünün kilo olubdur 550-600 tümən. İndi birinin ayda 50 milyon dəramadı o aylığı olmasa geçinə bilməz. İndi 15 milyona nə mənə verərlər? 15 milyon adamın bir dənə sübhanəsini çətin görər. Hamı indi teşir öz qabağına. İndi millətə rəhm eləyən yoxdur. Kasıb əslən hesaba qoyan yoxdur. Mənim 12 dənə nəvəm vardı. Onlar həftədə bir gün gələrlər bizim evimizə. Mən əgər onlara xidmət eləməsəm, qallam onlardan xəcalət oluram da.